Salam hörmətli izləyicilər. Bu günləri Biləcər qəsəbəsində Yeni Kəngərli küçəsində belə bir evimiz çıxıb satışa. Bu yol ekologiya postuna gedən yoldur. Xırdalan dairəsinə gedən yoldur. Bu birisi yol isə 202-nin Yeni 202-nin axırıncı astanovkasına gedən yoldur. Hər tərəfə şəhərə çıxışı var. Bugünkü hər tərəf gördüyünüz kimi asfaltdır, məktəbə yaxındır. Hər gün kim istəsə məktəbə servisi evin düz qarşısından keçir. Asfalt küçədir. Bu da evimizin ümumi görünüşü. 11-in 9-a 198 kvadratdır. Və məhəlləmiz. Çöldə bir dənə sanuzerimiz var. Belə bir bisetkamız var. Yay bisetkasıdır. Evimizin ümumi görünüşü 3 sotdan artıqdır. 3 sotdan artıqdır. Bu evimizin koridor hissəsidir. Gördüyünüz kimi bu evimizin koridor hissəsi. Bu sanuzer, ayaq yolu ayrıdır. Bu hamam, sanuzer. Yəni gördüyünüz kimi bu mətbəx hissəmizdir. Mətbəx hissələrimizdə göründüyü kimi mətbəx mebeli yeni yığılıbdır. 5 ay deyil. Yəni mətbəx mebeli qalacaq. Bu evimizin zal hissəsidir. Bu evimizin zal hissəsidir. Böyük belə bir zalımız var. Yəni göründüyü kimi real bir vəziyyətdədir. Otağımızın bir hissəsi yataq otağımızdır. Normal qədər genişdir. Bu ikinci yataq otağımız. İkinci yataq otağımız. Yəni dediyim kimi bəzi istənilən əşyalar qalacaqdır. Qalxaq ikinci mərtəbə. İkinci mərtəbəyə qalxdığımız pilləkən yəni monolit beton deyil, təmiz fıstıq ağacı ilə yığılıbdır. Bilənləri bilir ki, fıstıq ağacından yığılıbdır. Taxta pilləkəndə fıstıqla yığılıb. Qalxıq ikinci mərtəbəyə. Bu ikinci mərtəbəmizin böyük belə bir zaldır. Üst mərtəbədə də 3 otaq bir zaldır. Kifayət qədər genişdir. Mansard tiplidir. Amma kifayət qədər, yəni mansard demək olmaz da bura. Bu evimizin bir yataq otağı. Bu ikinci yataq otağımız. Buradakı böyle bir detisk otaq var, apişka ilə yığılıbdır. Yəni nə istəsəz eləyə bilərsiniz burada. İstəsəz mətbəx kimi, istəsəz otaq kimi nəsə istifadə eləmək istəsəz eləyə bilərsiniz. Bu da balkonumuzdur. Dediyim kimi hər tərəfə yol çıxır. Deyiliş qiyməti evimizin 160.000 manatdan deyirik. İndi cüzi indirim olacaq inşallah.